Salamlar, vaxtınız xeyir olsun. Bugünkü mövzu bipolyar xəstəliyi haqqındadır. Bu bipolyar xəstəliyi nədir? Günün yarısına kimi pissən, yarısından sonra yaxşı, yaxud tərsinə, yaxşı sonra pis. Bilirsiniz, bu beynin təzad edən bir şey var. Ana hissəsində daimi olaraq mənfi keçmişdən aldığın pis və sənə vurulan zərbələri, travmaları düşündükcə həmin təzyiq göstərərək daha çox sən pis olmağa başlayırsan. Çünki hər zaman beynin belə deyək, əsas şuuraltı düşüncəsi yaxşı yox, pis şeylərə doğru gedir. Yəni yaradılış budur. Və nəticə etibarilə də bu travmalar daha da ağırlaşmağa, aqressivləşməyə başladıqda insanlar daimi olaraq kefsiz, ruh düşkünlüyü və bipolyar xəstəliyin sən artıq o dərəcədə pis vəziyyətdə qalırsan ki, əsir olursan. Və nəticə etibarilə bundan qurtulmanın bir yolu var. Nə edirsən? Daimi olaraq müsbət hobbilər, kişilər idmanla, qadınlar yemək bişir, çöldə dəniz kənarında gəz hava. Bunun başqa yolu yoxdur. Və son nəticə olaraq da bu tipli xəstəlik evə qapanıq vəziyyətdə olan insanlara daha şiddətli özünü göstərir.